Salam aleyküm. Salamünaleyküm. Salam gözəldir. Sən nə edirsən ki, burdasan ay? Xalq artisti Alim Qasımov Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə bir araya gəlib. Xanəndə Leyla Əliyeva ilə birgə xatirə fotosu çəkdirib. Şəkildə Alim Qasımovun qızları əməkdar artist Fərqanə Qasımova və Dilrubə Qasımova da yer alıb. Leyla Əliyevanın övladları ilə yeni görüntüləri paylaşılıb. Görüntülər Mikayıl Ağalarovun Sibrizdə Metça kafesinin açılışında lentə alınıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Instagram hesabında Lənkərandan bacısı Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ilə maraqlı fotolarını paylaşıb.